Dostlar, Polşada bu yaxınlarda bizim qız övladımız dünyaya gəldi. Buna görə çox sevincliyik. Bəs xəstəxana xərcləri, tibbi sığorta, münasibət və ümumiyyətlə Polşada əcnəbinin övladı dünyaya gəlirsə, nə kimi üstünlüklər var? Bu barədə danışacağıq. Və əsas söz sahibi bugün həyat yoldaşım Mədinə xanımdır. Mədinə xanım, nələrdən keçdik? İzləyicilərimiz bilsin. Öncə həkim tapmaq lazımdır. Bunun üçün aplikasiya var. Znany Lekaj adlı. Ora girirsən, istədiyin dildə həkim tapa bilirsən və həkimin konsultasiyasını yazılırsan və prosesə başlayırsan. 7-ci həftəsindən gec olmayaraq həkim konsultasiyasına düşmək lazımdır ki, qeydiyyata düşəsən və belə bir knijka çanjovu alasan. O nəyə görə lazımdır? Bir dəfəlik müavinat alırsınız dövlətdən. Müavinatın da məbləği nə qədərdir? 1000 zlotdur bir dəfəlik. Nə vaxt alırıq onu? Doğuşdan sonra bir ay ərzində almaq olar. Təbii ki, bizim tibbi sığortamız var Polşada və biz çox asanlıqla dövlət xəstəxanasının xidmətlərindən pulsuz şəkildə yararlana bilərdik. Sadəcə xaricdəyik deyə düşündük ki, dövlət xəstəxanası yaxşı olmaz, uşaqda da problem olar və yaxud da ki, yoldaşımda nəsə narahatlıq olar. Ona görə dedik, daha yaxşı olsun deyə özəl xəstəxanaya müraciət elədik. Özəl xəstəxanaya da nə qədər xərcimiz çıxdı? 3000-4000 arası zlot xərcimiz çıxdı. Znany Lekaj adlı aplikasiya var və bayaq dediyim kimi orada dildə seçə bilirsən. Hansı dildə həkimin danışmağını istəyirsənsə, o dili də seçə bilərsən. Mən rus dilini seçdim. Həkimin Belarus idi. Çox yaxşı həkim idi və onunla başladıq. Mədinə xanım, Polşada əcnəbisiz. Xəstəxanada sizə münasibət necə oldu? Ümumiyyətlə, avadanlıq, ümumiyyətlə, müayinələr sizi qane elədimi? Avadanlıqlar müasir idi, münasibət də çox gözəl idi. Heç özümü əcnəbi kimi hiss eləmədim orada. Onu da qeyd edim ki, o 3000-4000 zlot arasında analizlər, bütün bu müayinə, hər şey onun içindədir, daxildir. Qan analizi və digər analizlər, ümumiyyətlə yoxlamalar, iynələr və s. hamısı ona daxil idi. Yaxşı, Mədinə xanım, hamilə dövrünü keçdik, özəl tibbi xəstəxanada müayinədən keçdik, yoxlamadan keçdik və gəldik doğum evinə. Psikolog 38-ci həftəsində dedi ki, seçməlisən, hansı xəstəxanada doğum edəcəksən və o xəstəxanaya gedib müayinə oluna bilərsən. Mən də dövlət xəstəxanasını seçdim. Hər şey pulsuz başa gəldi bizə. Çünki tibbi sığortamız var idi. Tibbi sığortamız var. Həm də ki, araşdırdıq ki, dövlət doğum evləri çox yaxşı şəraitdə olur. Əslində inanmırdıq. Bəli, inanmırdıq. Həkim mənə inandırdı ki, dövlət xəstəxanaları da çox gözəl səviyyədədir və getdim onu orada gördüm. Siz bir əcnəbi idiniz, yəqin ki, ətrafınızda hamısı polyak xanımlar idi, eləcə də həkimlər, onun nə bilim, tibb bacıları və s. də. Münasibəti necə idi? Onlar üçün fərq eləmir, əcnəbisən, yoxsa polyaksan, ona baxmırlar. Onlar üçün vacib olan sənin sağlam uşaq dünyaya gətirməyin, sənin sağlamlığın və bunun üçün hər şey, əlindən gələn hər şey edirlər. Və övladımız dünyaya gəldi. Buradakı avadanlıqlar necə idi? Köhnə mi deyim və yaxud da şəraitsizlik var idi mi? Yemək də verirdilər bildiyimə görə. Razısanmı bütün bunlardan? Dövlət xəstəxanasının bu qədər yaxşı olacağını mən də gözləmirdim. Gündə 3 dəfə yemək verirdilər. Gəlib həkim hər səhər, həkim gəlirdi, uşağı yoxluyurdu, məni yoxluyurdu. Tez-tez gəlib suallar verirdilər, necə hiss edirsən özünü. Axşam biz yatanda həkim gəlirdi, tez-tez uşağa baxırdı, mənə baxırdı ki, yəni bir narahatçılıq yoxdur ki, uşaq necədir. Uşağı xəstəxanadan çıxarmaq istəyirsinizsə, burada avtokreslo vacibdir. Uşağın təhlükəsizliyinə görə və sizi avtokreslosuz uşaqla çölə buraxmayacaqlar. Yəni o vacibdir ki, gələndə avtokreslo ilə gəlsin yoldaşınız və elə çıxasınız. Qalın yorğan gətirim, uşağı bürəliyim, elə şeylər olmur burada. Bir də bir şey məni təəccübləndirdi ki, bizdə təmtəraqla, şarlar, belə. Təmtəraqla aparırlar, çıxardırlar uşağı. Burada eləcə gəlir yoldaşı, uşağı götürür, eləcə çıxırlar. Yəni heç bir təmtəraq zad belə, heç bir şey yoxdur da. Sadə. Polşanın bu da mənfi tərəflərindən biri də, ona görə bunu da qeydə alın mənfi tərəfinə. Uşağı gətirdik evə, sabahsı gün sahə həkimi gəlməli idi. Bizə bildirdilər ki, sahə həkiminə qeydiyyatda düşməlisiniz. Nəsə, bizim ərazimizdə sahə həkimi var. Və sabahsı gün biz eşitməmişik qapının döyülməyini və bir də
çölə çıxanda gördük ki, qapının üstündə şarlar var bizim qapının üstündə, lentlər, bir də balaca bir cüt ayaqqabı. Kimsə təbrik eləmişdi. Biz elə bildik ki, qonşudur, getdik qonşuya deyirik ki, çox sağ olun bizə belə şeylər. Qonşu təəccüblüdür ki, mən eləməmişəm onu. Çünki onlar da bilirdilər ki, uşaq dünyaya gələcək. Biz də dedik, yəqin bu bilir, o qonşu bilir, o birisi bilir. Yaxınlaşdıq. Kimə yaxınlaşdıq deyir, biz eləməmişik. Dünümə bu hardandır bəs? Sonra bildik ki, sahə həkimi gəlibmiş, biz prosta bilməmişik. İlk dəfə gələndə sevindirmək üçün yəqin ki, belə şeylər. Kiçik bir hədiyyə. Dövlətin bizə bir kiçik hədiyyəsi. Olur. Və sahə həkimi əlaqə saxladı. Növbəti görüş üçün vaxt təyin elədik. Gəldi, uşağı yoxladı və dedi ki, 2 ay ərzində sənin lüboy vaxtı mənə ixtiyarım var da, belə müraciət eləməyə ixtiyarım var. İkinci dəfə də yazdı ki, sizdən xəbər gəlmədi, yəni gəlinmi? Dedim, hə, gəlin. Belə. Və dostlar, yəni sahə həkimi gələndə şirinlik vermək, cibinə pul basmaq söhbəti yoxdur burada. Hətta bu cinayət sayılır, onu qeyd edim. Yəni, diqqət eləyin, Polşada bura. Bizə tam olaraq pulsuz başa gəldi. Yəni, kiməsə 5 zlot, 20 zlot, 50 zlot cibinə salmaqsa, akşerka yazada, elə söhbət olmadı. Xəstəxanadan çıxanda bizə kağız verdilər. Orada bütün bizim məlumatlarımız var idi və sonraki prosesdə nə etməliyik, o barədə də yazılmışdı. Xəstəxana yazılmalıdır uşaq, həkim qəbuluna düşməliyik, peyvəndlər olunmalıdır, hər bir şey yazılmışdı orada və getdik həkimə yazıldıq və belə bir Książka Zdrowie Dziecka, belə bir kitabça verirlər. Burada uşağın bütün məlumatları yazılır. Hansı peyvəndlər olunubdur uşağa, uşaq doğulanda hansı çəkidə doğulubdur, hər bir məlumat uşaq barəsində bütün məlumatlar yazılır. Polşada belə bir məqam da var. Əgər siz 14 gün ərzində, doğuşdan 14 gün ərzində övladınıza ad qoymasaz, Polşa dövləti Polşaya aid istənilən avtomatik seçdiyi bir adı qoyacaq. Bax, bunu da nəzərinizdən qaçırmayın. Polşada doğulan hər bir vətəndaşın övladına doğum şəhadətnaməsi təqdim edilir. Bax, aşağıda qeyd etdiyim idarədən onu əldə edə bilərsiniz. Yəqin ki, Polşanın bütün şəhərlərində bu idarə var və o akt uraceni adlanır. Onu siz bir neçə gün ərzində əldə edə bilərsiniz. Gedirsiniz əvvəlcə o sənədlər Xarici İşlər Nazirliyinə, Varşavada yerləşən, orada onu apostil edirsiniz. Daha sonra andlı tərcümə edirsiniz Azərbaycan dilində. Daha sonra səfirlikdə yer tutursan və gedirsən səfirliyə. Azərbaycan səfirliyindən yer tutursan Varşavada yerləşən və gedib nə alırsan? Uşağın pasportunu alırsan. Xarici pasport. Ən çox verilən suallardan biri də odur ki, Polşada övladın dünyaya gəlibsə və sən xarici vətəndaşsansa, bunun nə kimi üstünlükləri var? Uşaq və yaxud da valideynlər vətəndaşlıq alırmı və yaxud da ki, hər hansı bir üstünlüyü varmı? Və mən onu açıqlayıram. Heç bir üstünlüyü yoxdur. Nə kartanın alınmağında, nə bir şeyində, sadəcə sənin övladın burada dünyaya gəlib, sənin uşağına doğum şəhadətnaməsi verirlər. Vəssalam, Polşa doğum şəhadətnaməsi. Bundan başqa heç nə. Yenə də sən davam edirsən karta ilə və yaxud da viza ilə və sənin övladın da bağlanır. Əgər kartan varsa sənin kartana, yəni atanın və yaxud da ananın kartasına. Bu arada, əgər Polşada leqal deyilsizsə və yaxud da ki, Polşaya aid sənədiniz deyil və yaxud da digər ölkənin sənədidirsə və Polşadasınızsa, siz yenə də burada doğum həyata keçirə bilərsiniz. Xəstəxanalar vaxtı gələndə, bəli, sizi qəbul edəcəklər. Bu baxımdan deməyəcəklər, yox, sən leqal deyilsən, sənin sənədin yoxdur. Qəbul edəcəklər. Sadəcə sənin tipik sığortan olmadığı üçün sənin, bilirsən nə qədər xərcin çıxacaq? 10-12 min zlot arası. Bu 24-cü ilin məlumatı da. Bundan sonra nə olacaq bilinmir. Dostlar, bu videoda sizə xarici vətəndaş Polşada uşaq dünyaya gətirirsə nə kimi üstünlüklər olur, xərclər, xəstəxana, münasibət necə olur, bu barədə danışdıq. Bütün uşaqlara sağlamlıq və gözəl həyat arzulayırıq. Hələlik.